İkinci nümunəyə baxırıq. Yaşadın sözündə. Yaşadın sözünün sonunda dın ünsürü var. Yenə eyni qayda ilə bu mətn tərkibində sualları fərqli olacaq. Məsələn, sən bu illəri xoş yaşadın. Nə etdin? Belə bir cümlədə artıq nə et sualına dim ünsürü bütöv qoşulacaq və bütöv qoşulacaqsa, deməli onun hər ikisi qrammatik şəkilçi olacaq. Yenə d zaman, n şəx şəkilçisi. Söz olacaq xəbər şəklində. İkinci sual, uşaqları xoşbəxt yaşadın. Belə bir cümlənin tərkibində isə yaşadın sözü nə edin sualına cavab verəcək və bu zaman onun tərkibinə nə et sualına ancaq in hissəsi qoşulacaq. D isə kənarda qalacaq. Bu demək ki, d leksik şəkilçi, n isə qrammatik şəx şəkilçisidir. Və deməli tərkib bu şəkildə olması həm də digər fərqləri yaradır. Bayaq dediyimiz kimi oxudum sözü xəbər əmr şəklində, yaşadın yenə xəbər əmr şəklində başa düşüləcək. Burada fərqli olaraq bir fərq də meydana gələcək. Yəni eyni fərqlər hər iki sözdə var. Burada da yenə sözün xəbər şəkli olanda söz sadə, əmr şəkli olanda söz deməli düzəltmə olur. Amma digər birindən fərqli olaraq burada həm də vurğu fərqi olacaq. Yəni əgər n burada şəx şəkilçisi kimi əmr şəklini formalaşdırıbsa, deməli o vurğusuzdur və vurğu sonda deyil. Eyni zamanda şəxs dəyişikliyi də olacaq burada. Məsələn, sən xoşbəxt yaşadın. Yaşadın, kim yaşadı? Sən. İkinci şəxsin təkidi. Amma uşaqları xoşbəxt yaşadın. Nə edin? Kim yaşatsın? Siz. Burada isə ikinci şəxsin cəmidir. Deməli, dın ünsürünün ayrılması, dım ünsürünün ayrılmasından daha iki fərqli məqamla xarakterizə olunur və ona görə də bunlara diqqətli olmaq lazımdır. Bu suallar testdə bəzən əksinə olaraq belə də düşə bilir. Hansı sözü iki şəkildə başa düşmək olar, hansı sözü iki zamanda başa düşmək olar və s. Zaman məfhumuna gəldikdə, əgər bu nə etdin, nə etdim sualına cavab verəcəksə, bunlarda zaman olacaq və d orada artıq keçmiş zaman şəkilçisidir. Amma əmr şəkli olacaqsa, o artıq deməli burada zaman yoxdur və feilin zamanı yoxdur. Bu məsələlərə mütləq diqqətli olmaq lazımdır.